İslam Peyğəmbərinə bir xanım gəldi ki, sual verdi. Dedi, ya Resulallah, əgər bir xanım istəyir xeyratda, ehsanda, xeyir məclisində, yaxşı məclislərdə, müsbət mənada təşkil olan məclislərdə iştirak eləyə, birdən bunun hicabı olmasa, onun iştiraki necədir, sən ona necə baxırsan? Əgər olmasa, Həzrət buyurdu ki, əgər yoxudur, onda çıxmasın. Əgər bunu da özünün varıdır, istifadə eləsin. Əgər yoxudur, çıxmasın. Bunu o xeyr məclislərə dəvət eləyənlər, əgər bunun orada huzurun çox lazım bilirlər, gətirsinlər buna öz örpəklərindən versinlər, bunu aparsınlar, orada iştirak eləsin. Əgər lazımdır. Həzrət buyurdu, bu fəaliyyətlərin hamısı hicabı saxlamaq şərti ilə, o şərtinə eləyə bilərlər, bu mümkündür.